Bismillahirrahmanirrahim. Salamlayıram hər birinizi dəyərli izləyicilər. Xoş gördük sizi Ramazan ayında və ömrümüzün baharı Ramazan ayında. Bəli, biz ötən dəfə bir neçə nöqtələrə toxunmuşduq. Xüsusilə də tamaşaçıların göndərdiyi suallar əsasında danışmağa çalışırıq ki, orucun və Ramazan ayının tarixi, nə vaxtdan vacib olması barədə danışmışıq. Və daha sonra Həzrəti Məryəmin və digər ümmətlərin, digər peyğəmbərlərin orucunun keyfiyyəti barəsində danışmışıq. Və Quranın barəsində, Quran barədə peyğəmbərin buyurduğu hədislər, Quran və Əhl-i Beytin bir-birinə bağlılığı bu barədə bir neçə nöqtələri qeyd etmişdik. Bu dəfə isə yenə də sizə oruc tutmağın faydaları barəsində qeyd edəcəyik. Hansı ki, hədislərdə gəlib bu barədə və ötən dəfələrdə də qeyd etmişdik ki, İslam dinində ümumiyyətlə 3 dənə işdən nəhy olunub, yəni çox görülməsi nəhy olunub. Birincisi budur ki, sifariş olunur ki, ac qalmaq, yəni tox qarnına olmaqdan daha çox üstündür və az yemək, az yatmaq, az danışmaq. Bu 3 şeydən yəni sifariş olunur, çoxundan nəhy olunur, yəni çəkindirilir imamlarımız və Peyğəmbər tərəfindən ümumiyyətlə dinimizdə. Bu 3 şey insanın həyatında çox olduğu zaman insan mənəvi cəhətdən tənəzzülə uğrayır. O yüzdən də oruc bir o qədər yəni insana kömək edir, insanın tərəqqisinə kömək edir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmdən biz görürük ki, susuzluq və aclıq barədə hədislər var. Susuzluq və aclıqla nəfslərinizlə mübarizə aparın, deyir Peyğəmbər. Və sonra buyurur ki, bunun savabı eyni ilə Allah yolunda mübarizə aparmağın savabı ilə eynidir. Və Allah yanında aclıq və susuzluq qədər sevilən ikinci bir əməl yoxdur. Yəni, aclıq və susuzluq dedikdə sözsüz ki, təbii ki, işarə olunur az yeməyə, yəni oruca hətta. Və daha sonra öz sahabəsinə Peyğəmbər belə buyurur ki, əgər bacarsan, ac və susuz halda ölüm mələyi ilə görüş, ta ki, ən uca məqamlara yetişib Peyğəmbərlərlə həmneşin olasan. O zaman mələklər ruhunu görməkdən şad olsunlar və Allah sənə salam göndərsin. Baxın, burada sırf oruca işarə olunur, yəni insanın oruc halında olması, hətta oruc halda dünyadan getməsi gözəl bir yəni əməl kimi çatdırılır. Yəni insan nə qədər ömrü boyunca oruc tutarsa, bilirik ki, ayda müstəhəb günlər var, həftənin bəzi günləri var ki, müstəhəbdir o günlərdə oruc tutmaq, yəni Ramazan orucundan qeyri orucları hesablasaq, yəni oruc tutmaq proqramı bütün peyğəmbərlərin və imamların həyatında olub və davamiyyət olub bu sahədə. Hətta biz əgər nəzər yetirsək öz şəhidlərimizə və yaxud İslam şəhidlərinə, həyatlarını mütaliə etsək, görəcəyik ki, onların da əksəriyyəti, bəziləri susuz şəkildə və ya oruc halda şəhadətə yetişiblər. Bu, bizə sanki Həzrəti Zeynəbdən və İmam Hüseynin köməkçilərindən və dostlarından irs qalıb. Necə ki, İmam Hüseyn yəni Aşura səhnəsində belə deyək ki, oruc halında idi, Həzrəti Zeynəb oruc halında idi o günlərdə, o çətin günlərdə. Eləcə də şəhidlər də sanki onların yolunu getmişdilər. Məsələn, şəhid Mehdizadə Əli kimi şəhidlərimiz var, şəhid Tofiq Əmirli kimi şəhidlərimiz var ki, onlar barəsində mütaliə edəndə görürük ki, susuz şəkildə şəhadət yetişdikləri vurğulanır. Və sözsüz ki, bu onlar üçün uca məqam gətirəcəkdir. Ümidvaram ki, inşallah bu yerdəki şəhidlərimizi xatırladıq. Allah Taala bu Ramazan günlərində onların ruhunu şad eləsin və onları da öz xeyir dualarımızda unutmayaq. Onların da niyabətindən, tərəfindən əməllər etməyi, savab işlər görməyi, xeyir işlər görməyi unutmayaq inşallah. Amma digər hədisə müraciət etsək, Meyrac hədisidir. Meyrac hədisi, mən həmişə vurğulayıram ki, bizim əxlaq ustadları və alimlərinin ən çox sifariş etdiyi hədislərdəndir ki, bir çox əxlaqi nöqtələr bu hədisdə qeyd olunub. Və Meyrac hədisində Peyğəmbərin oruc barəsində yəni qeyd etdiyi bəzi məsələlər var ki, rəvayət olunur ki, Peyğəmbər Meyraca gedəndə
Allah Taala tərəfindən bir nida gəlir və peyğəmbərdən soruşulur ki, ya Əhməd, sən orucun təsirlərini bilirsənmi? Həzrəti Peyğəmbər cavabında deyir ki, xeyr, bilmirəm. Və ona Allah belə buyurur ki, oruc, yəni az yemək və az danışmaqla nəticələnir. Yəni insan az yediyi zaman sözsüz ki, halı da olmur, hövsələsi də olmur çox danışığa və az danışmaqla nəticələnir və az yeməklə az danışmağın gətirdiyi sovqat isə hikmətdir. Yəni hikmət gətirir az yeməklə az danışmaq. Bilirik ki, susqunluq, sükut eləmək, çox vaxt təfəkkür eləmək, əlbəttə yerində danışmamaq, nəinki lazım olanda susmaq, yerində susmaq insana hikmət gətirir. Və hikmət də insana mərifət gətirir, hədisin davamında buyurulur. Və mərifət isə insana yəqin gətirir. Yəqin isə insana gününün və rüzgarının necə keçməsinin fikrində olmamağı gətirir. Yəni dərdin çəkmir ki, necə yaşayacağam, necə olacaq, belə şeylərin ardıca olmur insan. Və çətinlik ya asanlıq ona fərq etmir. Yəni o kəs ki, bu işləri görür, ardıcıllıq belədir ki, artıq onun üçün çətinlik ilə asanlığın heç bir fərqi olmur. Eyni bərabər olur təqribən. Və bu xoşbəxtlərin məqamıdır buyurur. Xoşbəxt yəni saadətə yetişən kəslər, o kəslər ki, həqiqi xoşbəxtdirlər, məhz belə şəxslərdir vurğulanır. Və davamında buyurulur ki, xoşbəxt insan o kəsdir ki, Allah Taala ona 3 dənə şeyi əta edər. Birincisi budur ki, şükür. Amma hansı şükür keyfiyyəti də vurğulanır hədisdə. O şükür ki, onda nadanlıq olmaz. Yəni nadanlıqdan uzaq bir şükür. Nadanlıq dedikdə, məsələn, bəzi insanlar əməldə, rəftarda, yaşayış tərzində naşükürlük edirlər. Amma dillərində həmişə əlhəmdülillah, çox şükür. Hətta onların əlhəmdülillah, çox şükür deməkləri də bəzən Allahdan narazılığa işarə edir. Sanki ironiya və kinayə ilə narazılıq bildirirlər. Bu cür şükür nadancasına şükürdür. Amma hətta məsələn bəzi insanlar ola bilər ki, bəli şükür səcdəsi etsin, əlhəmdülillah desinlər, amma onlar həqiqi mənada, yəni nadanlıqları var həqiqi şükrə. Burada isə söhbət ondan gedir ki, Allah Taala səadətə yetişən kəsə 3 şey bəxş elər ki, birincisi nadanlıqdan uzaq olan şükürdür, yəni həqiqi şükür. İkincisi xatırlamaqdır, amma hansı xatırlamaq? O xatırlamaq ki, unutmaq onda olmaz, unutqanlıq onda olmaz. Yəni Allahı elə şəkildə xatırlayar ki, heç bir zaman yadından çıxarmaz. İstər günah anında, istər xoş gündə, istər qəmli, qüssəli halda fərq etməz. Və üçüncüsü isə dostluq. O dostluq ki, mənim dostluğumu yaranmışa dəyişməz. Yəni məxluqlara dəyişməz o dostluğu. Yəni Allah Taala ilə dostluq elə şəkildə olar ki, bu bəndənin arasında, saadətli şəxsin arasında o Allahın dostluğunu heç vaxt ötəri dostluqlarla dəyişməz. Bəzən olur ki, biz insanlarla rastlaşırıq ki, onlar məsələn insanlarla dostluğa görə Allahın qayda qanunlarını ayaq altında qoyurlar, Allahın qanunlarını tanımırlar. Amma bu dostluq elə bir dostluqdur ki, heç bir kəs yəni bais olmaz ki, o Allahdan uzaq düşsün. Heç bir dostluğa dəyişməz onu. Və Allah Taala burada hədisin davamında buyurur ki, peyğəmbərə və mənim dostluğum əgər hər kəsə şamil olsa, əta olunsa, o məni sevər və mən də onu sevərəm. Ona qarşı məhəbbətim olar. Və əgər mənim bir kəsə məhəbbətim olsa, ona çoxlu şeylər əta edərəm deyə vurğulanır. Ümumən hədis çox uzun hədisdir və mən onun məğzini və mənasını çatdırmağa çalışıram. Və əgər mən bir kəsi sevsəm və dost olsam, onu başqa kəslərin arasında da, yəni bütün məxluqların arasında da sevdirərəm. Bütün cahanda, aləmdə sevdirərəm. Yəni məhəbbətini insanların qəlbinə dolduraram. Demək, biz insanlar ki, məhəbbət aşiqiyi, ehtiram aşiqiyi, əgər istəyiriksə Allah yolunu gedək, istəyiriksə insanlar bizi sevsin, məhəbbət bəsləsin, elə şərti budur ki, Allahla bərabər olaq səmimi qəlbdən. Nəinki zahirdə, yəni dilimiz, zahirimiz Allahla olsun, amma qəlbimiz 100 dənə şəxsə tərəf meyl etsin, 100 dənə əşyaya, dünyaya, bu şeylərə tərəf meyl etsin.
Bəs deməli, orucun ən böyük təsirlərindən biri budur ki, insanın nəticə etibarilə Allahla dostlaşmasına səbəb olar və Allaha yaxın olmasına səbəb olar və nəticə etibarilə yenə qayıdır insanın özünə, xeyri və faydası insanın özünə. Baxmayaraq ki, zahirdə insan məşəqqətə qatılır, çətinliklər çəkir, susuz qalır, ac qalır, bir çox halal şeylərdən uzaq durmalı olur və bir ay ərzində buna riayət etməli olur. Amma nəticədə qalib gələndə, fayda aparanda, əgər oruc həqiqi oruc olsa, elə məhz insanın özü olur. Gələn dəfə də inşallah maraqlı mövzularla sizin qarşınızda olacaq. İnşallah ki, bizi izləməyə davam edin. Allaha əmanət olun, salamat qalın.